Selamun Aleyküm. Bugün yeni bir VSV səfərinə çıxıram. Səfərim Müşfiqabad qəsəbəsi parkıdır və bir tərəf məsafə 22 kilometrdir. Gediş dönüş 44 kilometrdir. Biraz daha artıq. Səfər üzrə 550 metr yüksəklik var. Yəni buradan oraya gedənə qədər 550 metr yüksəkliyə qalxacağam. Dönüşdə də 550 metr enişimiz var. Allah yardımcımız olsun. وعدا عليه حقا في التوراة والإنجيل والقرآن ومن أوفى بعهده من الله ومن أوفى بعهده من الله فاستبشر. Deməli, gəldim yol budur. Təxmini 90 metr gəlmişəm artıq. Yəni 90 metr qalxmışam. Hündürlük olaraq. Məsafə olaraq 6 kilometr keçir. Bu da Sultanın ən yuxarı iləridir. Yola davam. Hələ əsas yolumuz qabaqda. Deməli, bu şəkildə görsənir. Çıxdığım yerlər. Hələ yuxarı çıxacağım. Bura Bakı. Bara. Antrenmana dönüldü. 140 metre yığmışam artıq. Bu qarşıdakı təpə məni gözləyir. Çıxmağı. كل أمر حكيم أمرا من عندنا إنا كنا مرسلين رحمة من ربك إنه هو السميع. Depoları doldurar. Bak boşalıb. Bakırıya doldurun. Neyim var? Bunu yolda bir qardaş verdi. Allah razı olsun. Sağ olsun. Yanında Alman var. Böyle de xurma. Xurma və alma. Xurma belər ki, şirindir və tez həzm olunur. Və səni tez dirçəldir. Bu da Sultabənd iç yollarıdır. Mən bu yollara gəlməmişdim birinci dəfə. Yəni demək olar ki, ən yüksəyinə qədər qalxdıq. Yəni mənim qalxdığımdan yuxarı bir dənə oradır. Təxmini əslində biraz oradan gəlmişəm ola bilər. Çünki əslən qalxdım zirvəyə qədər, zirvədən sonra bir xeyli axta aşağı düşmüşəm. Yəni böyük ehtimal oralardan düşmüşəm aşağı. Yola davam. Müşfiqə qədər hələ bir 15 kilometr yolumuz var. Bu yol düşməliyəm. Amma videoda çox da o görsənmir. Ama çok dəhşətli dikdikdən aşağı. Haydi Allah asanlıq versin. Çok olsun biraz çətin yol. Antrenmana dönüldü. Allah. La ilahe illallah. Oğlum burası yol mu acaba? Bura yoldu. Ben hara geldim, çıkarttım yamqatı. Antrenman duraklatıldı. Hiç yol olmayan bir yere getirip çıkardım. Onu risk edemeyim. Hemen şey. Burada yol deyilən şey yok değil mi mesela? Araparır bilmirəm. Programa dağ velosipedi vurmuşam. Amma bəni BTR yoluna gətirib çıxardı. Antrenmana dönüldü. Buranın məsələ yoldan xəbəri yoxdur. ترجمون وإن لم
Batalgaya gitmiştik. İtler de bizi karşıladılar sağ olsunlar. Ama buradan yol yoktu aşağı. Antrenman duraklatıldı. Bir de çekip. Bakın şey. Ya insanlar buradan nece düşüp çıkıyor? Burada ev var. Seçim tarafa gidiyorum. Antrenmana dönüldü. Çok açık yer. Aralarda da eski bırak. Antrenman duraklatıldı. Antrenmana dönüldü. Hemen çok hatalı bak. Araları gelsin. Daha bir süreti. Daha salma. Rotanın dışındasın. Haritaya bak. Rotan 70 metre solunda. Ha oradan yol yapın. O kadar. Bırak. Çok güzel güzel. Bir tane kaldı. Nakası var yanımda. Ha. Seni gözlemedim. Asfaltta değil ki bırakacağım. Çok da bir yol var. Ha. Ben beri yol gözlemedim. Rota hardan beri bilmiyorum arkada. Bıraktı. Rotan 120 metre arkanda. Ha oğlum neresine bıraktın? Hadi gel. Rotan şimdi önünde. Sağa dönmeye hazırlan. Tamam. Ne kadar lan? Rotana geri döndün. Navigasyon şimdi devam edecek. Antrenman duraklatıldı. Vesiletimi halını gösterim oradan sende. Şimdi ayağımın başının hamısı. Yani o dağların üstünden düştüm de aşağı. 20 kilometre yer. Yani 200. Neçə metr? Yadımdan çıxdı. 200 metr yığılmış artıq. Bura 20 metr mayda sırası deyilir. En yaxşı sakitlikdir benim. Heç bir səhət, heç nə yoxdur. Sırası gedəndə maşınların siqnalları və səs-küyləri adamın beyni pozur. Amma bura çox rahat, səssiz. Düzdür, yolları hamısı belə deyil. Sağış təbələ. Vesilə sürmə biraz çətin olur. Sürət azalır. 1 saat 20 dəqiqəlik yoldayım artıq. Amma bura sakitçilikdir. Superdir. Yəni fikirləşin ki, bunu dağılıq edirsiniz. Çox əla olur. Burada buradan çəkil gedir. Toyuq güzel ördək, it, qaz. Antrenmana dönüldü. Yoldan da bunlar gəlmişdir. Çöldə insan çox azdır. Yəni bu yollarla da sürət 10-12 civarında da. Çox sürət getmiyor. Bu kronik torpaqlar dediler ya gidiyor. Şeyimiz var, ördəyimiz var. Ən əsası da səssizlik. Çox əla səssizlik var. Kənd həyatı ümumilikdə çox çətin bir həyat. Amma sistemi qura bilsəniz, çox rahatçılıq və başını dinc yaşaya bilərsiniz. İnsan, sağın olanda şəhər istəyirsən, gəncə olanda oxuyursan, heç imkan təsərrüfatı və ya zootexnik mi deyim, baytarım deyim, oxumuş çox az qism istisna. Böyüyəndən sonra deyirsən ki, gələ yox ya. Çox əlaymış da buralar. Həqiqətən də. Gözəlliyə baxın. Ağaçlığı çəkin. Buna baxın. Görün ağaçlar ne gözəl var. Çox süper. Antrenman duraklatıldı. Tamam.
Deməli, əlhamdülillah, gəldim çatdım Müşfiqabad parkına. Hal-hazırda Müşfiqdəyəm. İnşallah nəticələri bölüşəcəm. Burada Müşfiq parkıdır, balaca bir parkdır. Cavanlar oynayır. Binalar və s. Yaşıllıq. Balaca bir parkdır. Burada da Müşfiqin sözləri. Xalq ilə titrəyən, xalq ilə gülən, vətən üçün yaşayan, vətən üçün ölən səmimi bir insan nə bəxtiyardır. Buradakı deməli 21.9 kilometr məsafə, 300 metr topladıq gündürlük olaraq. Yəqin ki 250 metrdə bundan sonra qaydanda. Əgər marşrut üzrə qayda bilsəm, çünki gecdə böyük ihtimal marşrut üzrə qayıtmayacağam. Trasla qaydacaq. Gələndə trasla gəlməmişəm. Və saat yarım, ortalama sürətdə 14.8-14.9. Bu şəkildə.